Salamlar. Bugün boranlı aş hazırladım. Videonu izleyip kanalıma abone olup nece hazırladığıma bakın. Sonunda videonu beğenmeyi unutmayın. Çekilmiş ətin üzerine su əlavə edib tavada pişirirəm. Duzlu suda yuduğum düyüləri qaynar suya əlavə edirəm. Ətin suyu çəkildi, üzərinə qara kişmiş əlavə etdim. Kimin evində hansı kişmiş var, ondan əlavə edə bilər. Qaynar suya düyülərimizi əlavə edib qarışdırırıq. Bu arada suya da duz əlavə etdik. Üzerine zirinç əlavə etdim. Bir de yağ. Düyünü süzdüm. Qazmaq üçün 1 ədəd yumurta, 1 xörək qaşığı qatıq, 2 xörək qaşığı zeytun yağı əlavə edib qarışdırıram. Qarışdırdıktan sonra düyüdən üzərinə əlavə edəcəm. Qazmağımızı hazırladım. Qarışdırdığım qarışımın üzərinə düyünü əlavə edib qazanın dibinə yaydım. İndi isə bir 15 dəqiqə qoyuram qazmaq özünü tutsun. Yağda qovurduğum soğanları qaranın üzərinə əlavə edib qarışdırıram. Qazmağımız özünü tutduqdan sonra düyüləri qazana əlavə edirəm. Yarı hissəni əlavə etdim. İndi isə doğradığım balqabağı, boranını aşın üzərinə əlavə edirəm. Boranıları əlavə etdim. İndi isə üzərinə təzədən ikinci qat düyünü əlavə edirəm. Sonda üzərinə sarkök əlavə edib aşı dəmə qoyuram. Boranlı aş hazırlayan herkese nuş olsun.